Salam, xoş gəldiniz. Bugün çoxlarının bildiyi, amma az adamın etiraf etdiyi bir mövzuya baxacağıq. Güləndə ən qəribə səslər çıxaran bürclər. Bəziləri yüngülcə gülür, bəziləri isə elə reaksiya verir ki, ətrafındakı insanlar nə edəcəyini bilmir. Əkizlər bürcü. Əkizlər güləndə beyin tamamilə başqa moda keçir. Gülürlər, sonra dayanırlar, sanki nə baş verdiyini analiz edirlər, sonra yenidən davam edirlər. Yəni onların gülüşü fasilələrlə gələn şok reaksiyası kimidir. Yanında oturan insan əkizlərin emosiyasına çatmağa belə çətinlik çəkir. Dolçalar güləndə səs tonu o qədər incə və yüksək olur ki, insan bilmir gülür, ya həyəcanlanır. Bu gülüş həm qəribədir, həm də çox yoluxucudur. Ətrafda kimsə gülməsə belə dolçanın gülüşü insanı avtomatik təbəssümə salır. Ohatan güləndə bəzən sanki əyləncə şousu başlayır. Gülüşü çox emosional, çox yüksək və tam enerjili olur. Onların gülüşü diqqət çəkir, insanı da öz ardınca aparır. Ən sakit yerdə belə Ohatanın gülüşü fərq edilir. Qız bürcü güləndə əvvəl səsi çıxmır. Sanki özünü saxlayır, zarafatı içində analiz edir, amma sonra birdən-birə emosional bir gülüş başlayır. Bu dəyişiklik isə hamını təəccübləndirir, çünki heç kim bu qədər güclü reaksiya gözləmir. Balıq bürcü güləndə sanki emosiyalar onu idarə edir. Bir anda nəfəsini çox tez-tez almağa başlayır və gülüşü çox təsirli görünür. Bu həm şirin, həm də qarışıq bir gülüş modelidir. Əgər siz də güləndə qəribə səslər çıxarırsınızsa, bu tam normaldır. Bu sizin xarakterinizin bir hissəsidir və ətrafdakılara unudulmaz enerji verir. Gələn videoda hansı mövzunu istəyirsinizsə, şərhlərdə qeyd edin,